Bismillahirrahmanirrahim. Salam əziz müsəlmanlar. Bir daha sizi Ramazan ayına həsr olunmuş Quran ayı söhbətlərində xoş gördük. Bugün biz Tövbə surəsinin 8-ci ayəsi barəsində danışacağıq. Ayədə Allah təala buyurur: "Keyfə və in yadharu aleykum la yarqubu fikum illan və la zimmə yurdunakum bi affahihim və ta'ba qulubuhum və ekseruhum fasiqun." Allah təala bu ayədə müsəlmanlara xitabən belə buyurur: Əgər düşmənlər sizə hakim olsalar, sizi məğlub etsələr, la yarqubu fikum illan və la zimmə, sizin barənizdə nə qohumluq əlaqələrinə hörmət edərlər, nə də bağladıqları əhd peymana sadiq qalarlar. Onlar yordunakum bi affahim və ta'ba qulubahum. Qəlblərində sizə qarşı nifrət ola-ola dildə sizi razı etmək istəyirlər. Onların əksəriyyəti, onların çoxları fasiqdirlər. Ayədə Allah Teala müsəlmanlardan olan sadəlövhlərə cavab verir. Təəssüflər olsun, tarix boyu belə bir sadəlövhlük olub ki, biz düşmənə qarşı mülayim olsaq, düşmənlə əlaqə saxlasaq, rabitə qursaq, o öz çirkin əməllərindən, bizə qarşı olan o təbliğatından, ədavətindən əl çəkər. Bu sadəlövhlük tarix boyu olmuşdur. Həzrət Əli əleyhissalam Nəhcül Bəlağada deyir, bəziləri gəlib deyirdilər, Muaviyə ilə nə işin var, o Şamdadır, onun bizə nə aidiyyəti vardır, onun öz işi, bizim öz işimiz. Bu barədə Əli əleyhissalam çox təəssüf və təəccüblə cavab verir. Bir anlamırsınız ki, o möhkəmlənəndən sonra, o güclənəndən sonra sizə qarşı haqsızlıqlar edəcək, sizi əzəcək, sizi məhv edəcəkdir. Bu sadəlövhlük həmişə olub, təəssüflər olsun. Görün, bu ayədə də Allah Teala müsəlmanlara deyir, keyfə və in yazhar aleykum, necə ola bilər bu? Əgər o sizə qalib olsa, yəni müşriklər, bütpərəstlər, kafirlər sizə qalib gəlsələr, la yarqubu fikum illan və la zimmə, nə qohumluq əlaqələrinə onlar baxarlar, nə olsun sən qohumundur, ya yaxınındır. Onlar buna baxmazlar. Çünki sizin əqidəniz var, sizin xəttiniz var, siz müstəqil olmaq istəyirsiniz, siz ədalətli olmaq istəyirsiniz, ədalətin yanında olmaq istəyirsiniz, haqqı təbliğ etmək istəyirsiniz. Onlar isə bunlarla düşməndirlər. Tarix boyu insanlara qul kimi baxanlar, insanları alət kimi görüblər. İnsanları öz məqsədlərinə çatmaq üçün, öz maraqlarını təmin etmək üçün vasitə kimi görüblər. Ona görə də nə insanların azadlığı, müstəqilliyi, mənəviyyatı, fikirləri onlar üçün əhəmiyyət kəsb etməyib. Bugün də belədir. Bugün də azadlıq adı altında, mənəviyyat hətta adı altında insanları mənəviyyatsızlığa sürükləyirlər. Quran buyurur ki, sadəlövh olmayın. Siz öz taleyinizi düşmənlərinizin əlinə verməyin. Ağıllı olun, uzaq görən olun. Əgər onlar sizə hakim olsalar, onlar sizin taleyinizi əlinizə alsalar, sizə hökmran kəsilsələr, sizi məhv edəcəklər. Siz bugün görürsünüz, Qərb dünyası xüsusilə şərqdə hansı əməliyyatlar aparır, hansı təbliğatı, siyasəti yürüdür. Amerika gəlib bütün bu Ərəb ölkələrində və digər ölkələrdə hərbi bazalarını yaradıb, dünyada 800-ə yaxın hərbi bazası var. Nəyə görə? Niyə silah-sursat? Niyə bu kütləvi qırğın silahları? Bu bazalar nəyə lazımdır? Bunlar sülh gətirirmi? Bunlar insanların
təhlükəsini təmin etmək üçün gətirilib bu bölgəyə, xüsusilə Qərbi Asiya, Yaxın Şərqə. Bu ərəb ölkələrində bu bazalar hardan tapılıb? Niyə gəliblər onlar bura? Gəliblər ki, ərəb xalqlarının mənafeyini təmin etsinlər. Fələstində qətlə yetirilənlər ərəblər deyildi. 2 il müddətində öz dediklərinə görə 70 mindən çox insan öldürdülər. 100 mindən çox insan dağıntılar altında qaldı. Niyə onların təhlükəsini təmin etmədilər? Niyə İsrail Qətərə hücum edəndə Qətərin təhlükəsini təmin etmədilər? Əmin olun ki, sabah əgər Allah eləməsin, bunlar güclənsələr və İranı kənarlaşdıra bilsələr, digər ölkələrə də rahat hücum edib onları da əzəcəklər. Bugün onlar ona görə digər ölkələrin üzərinə açıq-aşkar getmirlər və hərbi əməliyyatlar aparmırlar ki, qarşılarında İran vardır. Allah Quranda buyurur, siz nə düşünürsünüz? Elə fikirləşirsiniz ki, onlar sizə hakim olsalar, sizin taleyinizi əlinizə alsalar, sizi öz təsir dairəsində tam şəkildə alsalar, sizə rəhm edərlər. Təəssüflər olsun, görürsünüz, bu xüsusilə ərəb hökümdarları, şahları hələ yuxudadırlar. Gətirib Amerikanın bazalarını öz ölkələrində yerləşdiriblər. Bu bir xəyanətdir, bu bir cinayətdir. O bazalardan qonşularına hücum olunur. Bu daha böyük bir cinayətdir. Onlara cavab veriləndə, o bazalar vurulanda bunlar narahat olurlar. Təhlükəsizlik Şurasını şikayət edirlər. Görün hansı bir dünyada yaşayırıq. Görün bu müsəlmanlar nə qədər, bu dırnaqarası müsəlmanlar, bu hökümdarlar, xalqların günahı yoxdur burada. Dolayısıyla olaraq səhvləri var. Bunlar o kralların, o şahların xəyanətləridir. Sən həm burada baza yerləşdiribsən, həm o bazadan qonşunuza hücum olunur. Günahsız insanlar, 170'ə yaxın uşaq məktəbdə qətlə yetirilir. Sizə cavab veriləndə, o bazalar vurulanda siz narahat olursunuz. Elə güman edirdiniz ki, bu bazalarda sizin təhlükəsizlik təmin olunacaq. Elə fikirləşirdiniz ki, sizin üçün o bazaları orada yaradıblar. Nəinki sizin təhlükəsizliyinizi, heç Amerika öz təhlükəsizliyini də təmin edə bilmədi. Siz elə fikirləşirdiniz, Fars körfəzinə Amerika nəzarət edəndə və orada müharibə başlayanda sizin üçün də yaxşı olacaq? Yox. Bu, görürsünüz, odda siz də yanırsınız və yanacaqsınız. Allah Quranda buyurur, siz bu sadəblöhlüklərinizi qoyun qırağa. Keyfə və in yazharu aleykum la yarqubu fikum illən və la zimmə. Əgər bu Amerika, bu İsrail daha da öz sültəsini artırarsa, nə qohumluq əlaqələrinə baxacaqdır, nə də bağladığı əhd-peymana sadiq olacaqdır. Bu müharibə necə başladı? Ondan qabaq 12 günlük müharibə necə başladı? Müzakirə əsnasında. Müzakirə əsnasında Amerika, İsrail elə dövlətlər istəyir ki, onlar qabağında, Amerika qabağında, İsrail qabağında zəif olsunlar, istədikləri vaxt onlar aradan götürə bilsinlər, öz istədiklərini onlara məcburən qəbul elətdirə bilsinlər, öz siyasətlərini onlara diktə edə bilsinlər. Belə bir dövlətlər və xalqlar istəyirlər. Sən müstəqil olasan sözün əsl mənasında, həm sənin hərbi müstəqilliyin olsun, həm sənin siyasi müstəqilliyin olsun, iqtisadi müstəqilliyin olsun, mənəvi, dini müstəqilliyin olsun, bunu qəbul edə bilməzlər, qəbul etmirlər. Çünki onların axırı olacaqdır. Necə ki, görürsünüz, onların axırı gəlir. Sizin gərək silahlarınız da onların silahı olsun, pulları onlara verəsiz, sizin hərbi müstəqilliyiniz ola bilməz, sizin iqtisadiyyatınız da gərək onlardan asılı olsun. Müstəqilliyiniz də təbii olaraq sən öz ərazini qoruya bilmirsənsə, sənin hərbi asılılığın varsa, iqtisadi asılılığın varsa, siyasi asılılığın da var, müstəqil deyilsən, təbii olaraq mənəvi, dini asılılığın da yaranacaqdır. Sənin dinivi mənəviyyatını o formalaşdıracaq, o format eləyəcək. İstədiyi kimi o
formalaşdıracaqlar. Ona görə də Quran buyurur, ey müsəlmanlar, ey möminlər, ey insanlar, azad yaşamaq istəyirsinizsə sadəlövh olmayın. Əgər düşmən sizə hakim olarsa, düşmən əgər bu gün müqavimət cəbhəsini Allah eləməsin qələbə çalarsa, sizin özünüzü bir aradan götürəcək. Bu təhlil deyil, düşmənin özü bunu deyir hətta. Düşmənlər özləri bunu etiraf edir ki, bundan sonra Türkiyənin növbəsidir və digər İslam ölkələrinin növbəsidir. Bu təkcə təhlil deyil, təkcə Qur'anın sözüdür. Qur'anın sözü ən ali sözdür. Kəlimətullahiyəl-uliyə. Allah bizə nəyi deyib, o da baş verib. Allah deyirdi, bu siyonistlər peyğəmbər öldürənlərdir. Biz təəccüb edirik ki, onlar uşaq öldürürlər, onlar peyğəmbər öldürənlərdir. Heç kimə rəhm etməyiblər, etməyəcəklər. Əgər Allah eləməsin bu müharibədə onlar qələbə çalacaqlarsa, hamınızı aradan götürəcəklər. Sadəlövhlü etməyin. Allah buyurur ki, heç kimə onlar rəhm etməyəcəklər. Baxmayın onların bu danışıqlarına. Onlar istəyirlər təkbətək müsəlmanları təkləyib aradan götürsünlər. Quranda buyurur davamında yurzunakum bi'affahihim və ta'ba qulubahum. Onların qəlbində sizə nifrət ola-ola sizi razı salmaqdan ötürü belə şirin danışırlar. Sizinlə zahiri bir münasibətləri var. Onlar fasiqdirlər. Onların heç bir qanuna bağlılıqları yoxdur. Heç bir dəyər onlar üçün yoxdur. Nə mənəvi dəyər vardır, nə də hüquqi dəyər. Beynəlxalq hüququ da ayaq altına qoyub hücum edirlər. Beynəlxalq hüquqları, qanunları ayaq altına atıb uşaqları da belə qətlə yetirirlər. Bugünkü vaxtımız da sona çatdı. Allah Teala Tövbə surəsinin 8-ci ayəsində bizə bu xəbərdarlıqları edir. Ümidvarıq ki, müsəlmanlar bu qələbədə qalib olacaq və zalimin kürəyini necə ki indiyə qədər yerə qoyublar, axıra qədər yerə qoyacaqlar. Sizə Allaha tapşırır və əssalamu aleykum və rəhmətullahi və barakatuhu.